Salam, hər vaxtınız xeyir. Bu dərsdə, yəni ikinci dərsdə mən sessiyalar haqqında danışmaq istəyirəm. Market açılışları, hansı market saat neçədə açılır, hansı sessiya neçədə açılır, neçədə bağlanılır, həcm olan zamanlar hansı aralıqlardır. Bu kimi şeylərə hansı saytdan baxa bilərsiniz, trade aralığınızı hansı saata salsanız məsləhətdir. Bu kimi məlumatları sizinlə paylaşmaq istəyirəm. Baby Pips adında səhifə var, belə yazılışı babypips.com-dur. Babypips.com-da girəndə səhifəyə burada Tools'da Forex Market House var. Bundan əlavə Google-da da yaza bilərsiniz ki, Forex Market saatları filan və yaxud da ki, Baby Pips Forex Market yazanda da promoya bura yönlənəcəksiniz. Deməli, bu marketdə, Forex marketdən söhbət gedir. Kripto market ümumiyyətlə 7/24 açıqdır, həftə sonları da açıqdır. Orada yəni duraqsama olmur. Kripto ilə hər gün, hər saat, gecə də trade edə bilərsiniz. Onun da sadəcə həcm olan vaxtı, olmayan vaxtı var. Dediyim kimi, mən ümumiyyətlə kriptonun məsləhət görmürəm və mənim danışacağım, dərs deyəcəyim məsələ Forex ilə bağlıdır, metalla bağlıdır, yəni qızılla bağlı daha çox məlumat verəcəm. Forex bazarı ümumiyyətlə sessiyaları, yəni Sydney, Tokyo, London, New York bunları yəni bir çox, yəni Sydney ilə Tokyo ümumilikdə Asiya sayılır. Yəni bunu Sydney ayrı, Tokyonu ayrı fikirləşməyinizə və onu o cür hesablamağınıza ehtiyac yoxdur. Bizim saatla mən deyəcəm aralıqlar, çünki Azərbaycanda yaşayan adam Amerika saatına görə yəni trade eləməyəcək də, özü yuxusundan durmağı olsun, bunun yatmağı var tuta-tuta. Yəni bu kimi hallarda, yəni bu kimi halları nəzərdə tutaraq da mən Azərbaycan saatından deyəcəm. Təbii ki, İngilis saatı ilə, yəni New York saatı ilə də deyəcəm ki, New Yorkda saat neçədə açılır, New Yorkda daha çox həcm harda olur, xəbərlər hansı aralıqda çıxır və s. Ümumiyyətlə xəbərlərlə bağlı da, fundamental analizlə bağlı da ayrı videolar çəkəcəm, deyim kimi. Sadəcə mən etap-etap eləməyə çalışıram ki, bundan sonraki videolarda nə isə yadınızdan çıxanda, nə isə təkrar baxmaq istəyəndə gəlib playlistdən, hə, bu sessiyalarla bağlı video buradaydı, girin baxım deyə biləsiniz. Birdən-birə bir videonun içində hər şeyi yükləmək istəmirəm. Sessiyalar dediyim kimi, Sydney ilə Tokyo ümumilikdə Asiya sessiyası sayılır. Asiya sessiyası bizim saatla gecə vaxtı açılır. Buradan da baxa bilərsiniz, dediyim kimi özünüz də girib Babypips'dən baxa bilərsiniz. Asiya başlayır bizim saatla gecə 12-də, amma elə deyil, çünki Forex bazarı 5/24 açıq olsa da, yəni Forex 6 bazar işləmir. Amma 5-ci günə kimi işləyir. Bazar gecə açıq olsa da, brokerlər bir aralıqda bazarı saxlayırlar. Yəni o momentdə market bağlı olur, əməliyyat aça bilmirik. Ona görə də burada 12 göstərir, amma hal-hazırda Bakıda gecə saat 1-də, 1-ə 5 dəqiqə qalmış filan market bağlanır. Yəni mən qızıldan danışıram. O birisilərdə demək olar 5 dəqiqə, 10 dəqiqə bağlanır. Amma belə həmişə açıq olur. Qızıl 1 saat aralıqla bağlanır, 1-də bağlanır, gecə 2-də açılır. Ümumiyyətlə gecə vaxtı daha həcmsiz vaxt olur. Yəni bu bizim üçün gecə olduğuna görə deyil. Asiya sessiyası ümumiyyətlə həcmsiz zaman aralığında olur. Yəni saat 12-dən bizim saatla saat 1-ə kimi Asiya sessiyası davam edir. Yəni ki, gecə, yəni New York ki bağlandı. New York bağlanır bu arada. Baxaq buradan. New York bağlanır 1-də. Bizim saatla 1-də. Elə dediyim kimi 1-də bazar bağlanır. Aralıq olur orada. Bu ərəfədə New Yorkun aralığında burada boş görürsən, əslində o ərəfələrdə Asiya və London sessiyası olur. Fikrinizi qarışdırmayın, başdan davam edeyim. Asiya sessiyası, yəni burada Sydney, Tokyo yazılmasına baxmayaraq, siz bunu ümumilikdə Asiya sessiyası kimi görə bilərsiniz. Yəni gecədən başlayır, bizim saatla günorta 1-ə kimi. Yəni bu zaman aralığında Asiya sessiyasıdır. Asiya sessiyası normalda dediyim kimi həcmsiz olur, lakin Asiya sessiyasından gələn sonra sessiya London sessiyasıdır. London sessiyası bizim saatla 11-də başlayır, qutarır deməli saat axşam 8-ə kimi bizim saatla. Əgər istəsəz, yəni bunu buradan New York saatı eləyib baxa bilərsiniz ki, yəni New York borsası ilə, bazarı ilə hansı aralığa düşür, amma dediyim kimi onun heç bir mənası yoxdur, çünki siz Azərbaycanda yaşayırsınız. Əsas gününüzün qrafikinə uyğun saatınızı idarə edin, disiplininizi bilin ki, hansı zaman aralığında mən
bazara girməliyəm, haçan çıxmalıyam. Mən bu barədə danışacağam bu dərslikdə. Asiya gecə başlayır səhər günorta 1-ə kimi. London sessiyası başlayır səhər saat 11-də, bizim saatın 11-də açılır, axşam saat 8-ə kimi. Burada volum yazılıb, yəni volumun high olduğu vaxtlar, low olduğu vaxtlar. Bu nəyə əsasəndir? Dediyim kimi Asiya yəni çox sakit keçir. London girənə kimi. London girir saat 11-də. Mən özüm London sessiyasında trade edirəm. Amerika sessiyasında çalışıram mümkün qədər girməyim. Çünki Amerika sessiyası çox həcmli olur, çox yersiz hərəkətlər olur. İynələr, yəni çox iynələmələr olur. Düşünürsən belə olacaq, əksi olur. Düzdür, yəni Amerika sessiyasında da trade eləmək olar, amma yəni stopu bilmək şərti ilə, stop istifadə eləmək şərti ilə, itirə biləcəyin məbləği qərarlaşdırmaq şərti ilə, həmçinin qazana biləcəyin məbləği də qərarlaşdırmaq şərti ilə. Yəni girib orada qumar oynamağın adı yoxdur. Çox həcmli bazarın olması bəzi traderlərdə ki, yaxşıdır, həcm var, girim trade eləyim. Amma mən düşünürəm ki, həcm vaxtı daha da mənə təhlükəli gəlir. Çünki normalda %1 misal üçün lot açıb lot haqqında anlayışı olmayan adamlar var, amma yenə də bunu deməliyəm, gələcək dərsdə danışacağam. Yəni deyək bazar əməliyyatı açdığın bir ölçü həcm var ki, lot deyirlər ona. Bu çox cüzi bir lotla açsam belə normalda deyək Londonda, Asiyada əgər 3-5 dollar qızıl hərəkət eləyirsə, Amerikada 1 dəqiqəlik işlem bir də görsən 10 dollar, 15 dollar hərəkət edir anidən. Yəni sən raşotunda tutursan ki, mən %1 ilə girmişəm, nə ola bilər ki, maksimum 3 dollar, 5 dollar itirərəm, 3-5 dollara. Birdən-birə 15 dollarlıq, 10 dollarlıq hərəkət olur. Baxırsan ki, sən o misal üçün mənfi 10-dasan. Həmçinin müsbət də 10-da ola bilərsən. Amma yəni dediyim kimi biraz mənə təhlükəli gəlir və riskli gəlir. London sessiyası səhər 11-dən günorta 1-ə kimi davam eləyir və sessiyaların kəsişdiyi aralıq daha həcmli olur. Yəni Asiya ilə, yəni London ki girdi Asiya sessiyasının içində davam eləyəndə, yəni 11-dən saat 1-ə kimi daha trade üçün əlverişli zaman aralığı olur. Qrafikdə qəşəng olur, həcm orta olur, hətta həcm artır. Analizlərimizin düz gətirmə ehtimalı həmin bu ərəfələrdə daha yaxşı olur London girişində. Ondan sonra London Asiya qutarandan sonra, yəni 1-dən sonra bazarda çox zəiflik olur düz saat 4-ə kimi. Yəni ki Amerika sessiyası açılana kimi. Amerika sessiyası bizim saatla günorta 4-də açılır. New Yorkda isə açılır 9 saat desən fərq olmalıdır. Bilmirəm, ona baxmaq lazımdır, hətta baxa bilərik. New York sessiyası açılır hal-hazırda oktyabr ayıdır. Saat 8-də açılır. Bizim saatla isə 4-də. New York sessiyası bitir New Yorkun saatı ilə 5-də. Amma bizim üçün bitir New York sessiyası gecə 1-də. Dediyim kimi kəsişmələr tək Asiya London aralığına aid deyil. Londonla New Yorkun kəsişməsi də çox həcmli olur. Misal üçün New York harda girir? New York açılır bizim saatla 4-də. Bu həmçinin Londonda davam elədiyi vaxtdır. Çünki London başlayır 11-dən 8-ə kimi. Amerika sessiyası başlayanda saat 4-də. London sessiyasının daxilində sayılır. Amerika ilə London birlikdə 4-dən 8-ə kimi olur. Yəni 11-dən 1-ə həcmli vaxtı Azərbaycan üçün və günorta saat 4-dən 8-ə həcmli vaxtı. Mən ümumiyyətlə məsləhət görürəm ki, axşam saat 7-dən 8-dən sonra əməliyyat açmayasınız. Gününüzü günün ilk taymında, yəni ki, ilk yarısında bağlayasınız. Mənfi və yaxud müsbət fərq eləmir. Yəni bu sizin disiplin ilk növbədə trade eləmə müddətinizdən başlayır, aralığınızdan başlayır. Mən səhər saat 8-dən durum, axşam saat bazar bağlılığına kimi trade eləyim. Bu birinci normal düşüncə deyil, normal iş deyil bu. Yəni bunu bir iş kimi görən insan bütün gününü buna sərf eləməməlidir. Girdim, deməli vəziyyət var, fürsət var. Aça bilirəm əməliyyat, açdım, tutdum, qazandım, çıxdım. Mən bazardan çıxandan sonra aləm dəyib bir-birinə, ayda mən 500 dollar qazana bilərdim, niyə günümü 100 dollarla bağladım, zat bu cür fikirləri beyninizdən çıxardın. Siz robot deyilsiniz ki, bütün gün oturub trade eləyəsiniz. Karın var, hədəflədiyin kara çatmısan, gününü bağlı çıx get. Həmin gün ümumiyyətlə bir də qrafikə baxma. Baxacaqsan çünki görəcəksən ki, ayda nə zor gəlib burada likvidlik alıb buradan pay açardım. Saxlaya bilməyəcəksən, özü pay açacaqsan. Niyə sən qrafikə baxmalısan ki, elə durub artıq əməliyyat da açasan?
Ola bilər, qazana bilərsən, günüvü güclə bağlayarsan, baxarsan New York sessiyasında bomba fürsət var. Ayda kaş burada açsaydım, indi 200 olardı. Ola biləcək şeylərdir. Amma mənfi də ola bilərsən. Yəni məqsəd disiplinli olmaqdır. Bu başlayır sənin trade eləmə aralığından. Yəni trade eləmə aralığı əvvəlcədən belirləməlisən və ona sadiq qalaraq trade eləməlisən. Mən səhər misal üçün dururam yuxudan, saat 10-11-dən başlayıram qrafiki analiz eləməyə. London sessiyası açıldı. Asiya ilə kəşfməsində vəziyyət axtarıram. Fürsət olsa, istədiyim yerə gəlsə qiymət, əməliyyatımı açıram, çalışıram 1-2 arası bağlayım. Çünki onsuz da 2-dən sonra 4-ə kimi çox necə deyim, quru vaxt olur. Həcmsiz və sabit, qiymət sabit qalır. Yəni əməliyyat açmaq üçün heç bir səbəb olmur. New York sessiyası 4-də açılır, gecə 1-də bağlanır bizim saatla. Bu kəsişmələr də deyim, ən həcmli olan vaxtlardır. Asiya ilə London kəsişməsi 11-dən 1-ə, 4-dən 8-ə də New Yorkla London kəsişməsi. Əlavə olaraq Forex-dən başqa stok market var Amerikada. Bizə düzdür aid deyil, biz stok ticarəti eləmirik. İndi eləyən varsa ona aiddir. Mən ümumiyyətlə məlumat verirəm ki, stok ticarəti, stok açılışı açılır Amerika bazarı açılandan 1 saat yarım sonra. Bu arada mən dediyim zaman hal-hazırda oktyabr ayına aiddir. Bizdə saatlar çəkilmir, amma Amerikada çəkilir. Amerikada saatlar çəkiləndən sonra, misal üçün, bazar 4-də yox 5-də açılacaq. Stok misal üçün 1 saat yarım, deyək ki 4-də açılır Amerika sessiyası, saat yarım sonra stok açılırsa, yəni 17:30-da stok açılırsa, qışda 18:30-da açılacaq stok. Stok nə deməkdir? Stoku keçən dərsdə izah eləmişdim. Yəni səhmlərə aiddir stok, yəni tərkibində şirkət səhmləri olur. Onun açılışı New Yorkun açılışından saat yarım sonra olur. Və həmin ki indekslər ki var, kimsə Nasdaqda ticarət eləyirsə və yaxud başqa indeksdə ticarət eləyirsə, bu stok açılışı birbaşa təsir eləyir həmin indekslərə. Çünki market açılışı olur. Misal üçün bağlanıb dünənləri stok market, gecə hansısa bir hadisə olur və yaxud da ki şirkətdə dəyəri düşüb və yaxud dəyəri qalxıb 17:30-da, yəni ilkin belə deyim, reaksiyası 17:30-da olur. Birdən-birə qiymət oynayır. Ümumiyyətlə indekslərdə ticarət eləyən şəxslərə məsləhətim odur ki, 17:30-dan qabaq, yəni ki 17:20, 17:40 arası çalışsınlar, ticarət eləməsinlər. Çünki Nasdaqda misal üçün və yaxud da ki S&P-də və yaxud başqa indekslərdə birdən-birə ani hərəkətlənmə olur. Bu ani hərəkətlənmənin səbəbi stok marketin açılmasına görədir. Stok market açılanda qiymət, yəni çox sürətli bir şəkildə yuxarı aşağı doğru hərəkət eləyir. Yəni o momentdə əməliyyata girmək konkret qumar oynamaq kimi bir şeydir. Yəni özünüzü bundan qoruyun. Stok marketin açılışını bilin, normal marketin açılışlarını bilin. Məsəl üçün 4 tamam, bir də görsən riski həcm gəlir bazara, çünki Amerika sessiyası açılır. Düşünmüsən ki, mən falan əməliyyatı açım və yaxud da ki açıq əməliyyatım var. 4 tamam, bir dənə təzə saatlıq şam açılır, baxırsan ki tam əksinə gedir və yaxud da ki sən istəyən istiqamətə gedir. Yəni bazar açılışlarının vaxtlarını yadınızda saxlayın, diqqətli olun. Əməliyyat açmamışdan qabaq da fikir verin ki, saat bağlanır və yaxud da ki market açılır, açılmır. Bu kimi şeylərə nəzərinizdə olsun. Sonra stok dedim, saat aralıqları budur. Yəni ki marketin sessiyalarını dedim. Asiyadır, Londondur, New Yorkdur. Yəni bu dərsliyi bu ilə yekunlaşdırmaq istəyirəm. Əlavə başqa məsələlərə toxunmaq istəmirəm. Bu dərsliyi bitsin. Bundan sonraki bölümlərdə danışdığım və yaxud danışmadığım başqa məsələlərlə bağlı da məlumat verəcəm. Ümid edirəm ki, anlaşıla bilir və yeni bir məlumat öyrənəcəyiniz bir video oldu. Bu qədər. Sağ olun.